Madrid şəhərində keçirilən Fitur 2013 beynəlxalq turizm sərgisində milli pavilyonumuza olan maraq bir daha onu sübut etdi ki, ölkəmizlə maraqlanan və ölkəmizə gəlmək istəyən turistlərin sayı günü-gündən artmaqdadır. Fitur sərgisi beynəlxalq turizm sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunur. 33-cü dəfə keçirilən sərgi yalnız İspaniyanın deyil, eyni zamanda bütün dünyanın diqqət mərkəzindədir. Artıq 6 ildir ki, Azərbaycan da bu nüfuzlu sərgidə iştirak edir. İlk dəfə olaraq bu il Azərbaycan İspan dilində, bütün nəşrlərini İspan dilində təqdim elədi ziyarətçilərə, iştirakçılara və bu da birbaşa bizim Azərbaycan turizm potensialının İspan turistinə çatdırılması baxımından çox önəmli bir vasitədir. Və qeyd edə bilərəm ki, Azərbaycan tarixinin, mədəniyyətinin, Azərbaycan turizm imkanlarının, infrastrukturunun hər bir şeyin ayrı-ayrılıqda biletlər formasında biz burada sərgidə nümayiş etdiririk. 5 gün davam edən sərgidə zəngin turizm imkanlarımızın nümayiş olunduğu milli pavilyonumuz müxtəlif ölkələrdən olan ziyarətçilərin diqqətini çəkir və onlar Azərbaycan haqqında daha çox məlumat toplayırlar. Sərgidə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ətraflı məlumatların əks olunduğu bukletlər də təqdim edilirdi. Ermənilərin ciddi cəhdlərinə baxmayaraq Ermənistanın stendinə maraq isə az idi. Lakin Azərbaycan bu sərgidə də sürətli inkişafı və turizm potensialı ilə üstünlüyünü bir daha nümayiş etdirdi. Sərgidə maraqlı günlərdən biri də Bakı Futbol Klubunun dəstəyi ilə İspaniyanın məşhur Atletico Madrid klubunun futbolçularının milli pavilyonumuza gəlməsi idi. Fitur sərgisi turizm sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi baxımından da çox əhəmiyyətli hesab olunur. Ölkələrin turizm imkanlarının sərgiləndiyi beynəlxalq tədbirdə müxtəlif mövzular üzrə forumlarda təşkil olunur. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi forumda çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ölkəmizdə turizmin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq son illər bu sahədə həyata keçirilən layihələr və əldə edilən uğurlardan danışdı. Fitur 2013 beynəlxalq turizm sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai ilə də görüşdü. Görüşdə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihələrlə bağlı fikir mübadiləsi aparıldı. Ölkənin qatıldığı Fitur 2013 beynəlxalq turizm sərgisində milli pavilyonumuza hər gün minlərlə insan ziyarət etdi və onlara ölkəmiz haqqında kifayət qədər informasiya verildi. Turizm potensialımızın təbliği baxımından bu sərgidə iştirakı növbəti bir uğurlu addım kimi qiymətləndirmək olar. Orxan Cabbarlı, Zeynal Zeynalov, Carçı, Madrid.